Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi davam edir. Bu mərhələdə Zəngilan şəhərinə 5 ailə 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə 453 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Cəbrayılıyam, Şıxalalı kəndinənəm. İnşallah bugün gedirik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah cənab prezidentimizin canını sağ eləsin. 33 ildə oradan çıxmışıq. İndi bu günə şükür, qayıdırıq elimizə, obamıza. Çox təəssüf ki, əzizlərimizlə bərabər qayıtmamışıq. Tası evlatlarımızla, nəvələrimizlə bərabər qayıdırıq. Şükür, şükür bu günə. Qeyd edək ki, köçürülən ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.